Bizim televizorlar ailələrin dağıdılmasını təbliğ edir, qurulması yox. Bir dənə qızız kadrlar olur. Bax o Xoşqədəmin verişində bir qız var. İndi bir də uşağı qalıb kimdənsə, öz əri, uşağı yadınıza nə qədər uzun bir də şey yapar, o Nasxanı mı nədir? Belə bir qız var. İndi də hamilə gəlib oturub burada, hansı tərs qeyri-qanuni bir cinsi əlaqədən uşaq tutub, indi də o problem çıxıb ortalığa. İndi onu Xoşqədəm xanım cəmiyyətin bir problemi. Bütün televizorlar Azərbaycanda əxlaqsızlığı təbliğ edir. Adam gedir evinə kamera qoyub, arvadın 4 dənə kişi ilə cinsi əlaqədə eyni vaxtda olduğunu çəkib, gəlib televizora ki, bax gördün mənim arvadım bozulur. Bu belə bir ailə institutudur. Onda belə çıxışı Xoşqədəmin və digərlərinin verilişi, Zaurun verilişi... Məqsəd ailələr dağıtmaqdır, tam məsuliyyət. Bağlanmalıdırmı? Söhbət bu bağlamaqdan kimi dövlətin qarşısına bir məqsəd qoymalıdır. Dövlət nə məqsəd güdür? Ailə institutu, niyə ailə institutu dağılması dövlət? Hakimiyyətdəkilər narahat edir. Mən hakimiyyətə dövlətdə. Niyə hakimiyyətdəkilər narahat deyil ailə institutu dağılması?